Dilənçi və xəsis. Günlərin bir günü bir dilənçi gəlir çox xəsis bir sahibkarın yanına. Ona deyir: "Ey ağa, sənə möhtacam. Çox ehtiyacım var. Mənə biraz azuqə ver." Sahibkar deyir: "Yaxşı, amma gərək sən mənim sözümə əməl edəsən. Mən indi səndən nə xahiş etsəm, sən yerinə yetirsən, sənə istədiyin azuqəni verərəm." Dilənçi deyir: "Sən nə desən baş üstə. Bu saat yerinə yetirərəm. Tək ki, mənə istədiyimi ver." Ay dilənçi, mənim səndən bircə xahişim var ki, məndən heç nə istəməyəsən. Başqa nə arzun varsa yerinə yetirərəm. Ey insan, heç vaxt xəsis olma. Gözünü dünya malı tutmasın. Dünya dövləti üçün özünü günaha batırma. Xəsis, xəbis olma. Belə bir gözəl deyim də var. Xəbis adama xəbis adam rast gəlir.